biznes alver değil. Ha, bu sənətkar bölümüne alver de gedir. Bacaran insanlar var. Oradan götürür, aparır bir anda satır, pul kazanır. Alver də sənətkar bölümünə aiddir, yadda saxlayın. Biznes deyəndə bir variant ənənəvi biznesdir. Biznes ona deyilir ki, onun yəsi orada oturmur. Onun sistemi var. Araz marketi deyək, rahat marketi deyək, bərk gedən restoranları deyək, onların müdürləri gəlib orada oturmur. O işçilərin götürüb, biri administratordur, biri nə bilim toy tutandır, biri mətbəx işlərinə nəzarət eləyir. Yəni onların əksinə maaş verdiyi işçilər var. Maaş verdiyi, öz gəlirindən maaş verir insanlara. Amma özü öz həyatını yaşayır. Ənənəvi biznes üçün ideya da lazımdır. Gərək biləsən, salon mu açırsan, spa salon mu açırsan, restoran mı açırsan. İdeya da lazımdır, pul da lazımdır. Bu sizdə var dostlar. Sizi bilmirəm, mən bu işə gələndə mənim pulum olmuyor. İkinci variant franchisingdir. Franchisingi həmişə mən McDonald's simasında göstərirəm. İdeyanı sadəcə pul verib alırsan. Hazır sistemi pul verib alırsan. Restoran sistemin, menü sistemin, dizayn sistemin, istəyir çöldən, istəyir içərdən. Buna da yaxşı pul lazımdır. Eyni zamanda bunların ikisində risk də var.